Salam əziz həmkarlar, bu izahlı dərsimizə xoş gəlmisiniz. Biz bugün bir metodist olaraq Carol Dweck'in məşhur düşüncə tərzi nəzəriyyəsini ən xırda detallarına qədər incələyəcəyik. Məqsədimiz nədir? Şagirdlərimizin necə öyrəndiyini kökündən dəyişdirəcək aydın metodik addımları tapmaq. Uzatmadan gəlin birbaşa mətləbə keçək. Bugün 5 əsas addımımız var. Düşüncə tərzi nədir? Qapalı və açıq düşüncə arasındakı fərqlər, beynimizin elastikliyi, düzgün tərifləmə strategiyaları və təbii ki, sonda real situasiya testləri, yəni nəzəriyyədən birbaşa sinif otağındakı praktikaya keçəcəyik. Beləliklə birinci bölüm. Ümumiyyətlə düşüncə tərzi nədir? Baxın, Henry Ford'un çox sevdiyim bir sözü var. Düşünürsən ki, bunu bacararsan, haqlısan. Düşünürsən ki, bunu bacarmazsan, yenə haqlısan. Nə qədər dəqiqdir, elə deyilmi? Bu, Carol Dweck'in illərlə apardığı tədqiqatın əsl xülasəsidir. Yəni, uşaq beynində mən bunu edə bilmərəm deyirsə, inanın mənə, onun beyni həqiqətən də həlli axtarmağı dayandırır. Düşüncə tərzi nəzəriyyəsi insanların öz zəkalarını necə görmələrini təsnif edir. Bəziləri düşünür ki, zəka dəyişməzdir, anadan gəlmədi. Bəziləri isə bunun inkişaf edə bilən bir əzələ olduğunu qəbul edir. Metodistlər olaraq biz mütləq bilməliyik ki, şagirdin imtahandan kəsiləndə və ya lövhədə səhv edəndə verdiyi reaksiya məhz bu iki baxış bucağından birinə əsaslanır. Keçək ikinci bölümə. Qapalı və açıq düşüncə. Gəlin bu iki fərqli dünyanı müqayisə edək. Fərq əslində çox kəskindir. Qapalı düşüncəyə malik bir şagird çətinlikdən qaçır. O, səhv edib zəif görünməkdən dəhşətli dərəcədə qorxur və tez təslim olur. Məsələn, uşaq velosiped sürəndə yıxılır və deyir ki, yox, bu mənlik deyil. Amma açıq düşüncəli uşaq, o yıxılmağı sadəcə prosesin bir hissəsi kimi görür. Çətinlikləri qəbul edir və məşhur hələ ki bacarmıram, amma öyrənəcəm yanaşmasından istifadə edir. Ekranda gördüyünüz bu infoqrafika hər şeyi çox gözəl izah edir. Açıq düşüncə tərzi şagirdin necə dayanmadan çalışmağa və uğura aparır. Qapalı düşüncə isə necə dərhal inkişafın qarşısını alır. Birinci uşaq üçün çətinlik əyləncəli bir məşqdir, digəri üçünsə dünyanın sonu. Üçüncü bölümümüz öyrənmə və beyin elastikliyi. Biz şagirdlərə sadəcə get çox oxu deyə bilmərik. Onlara beynin əslində necə işlədiyini başa salmalıyıq. Real həyatdan çox bəsit bir misal çəkək, yerişməyi yeni öyrənən balaca bir uşağı gözünüzün qabağına gətirin. Bəlkə də gün ərzində 50 dəfə yıxılır, düzdür? Amma heç vaxt yerə oturub demir ki, ay deyəsən, yerişmək mənim işim deyil. Qətiyyən, çünki biz hamımız doğuşdan inkişafa açıq düşüncə tərzi ilə dünyaya gəlirik. Şagirdlərinizə mütləq bunu izah edin. Beyin bir süngər, bir əzələ kimidir. Çətin bir riyaziyyat məsələsi ilə əlləşəndə beyin fiziki olaraq dəyişir, neyronlar arasında yeni bağlar yaranır. Necə ki, idman zalında ağırlıq qaldıranda əzələlər böyüyür, çətinliklə üzləşəndə də beyin eyni ilə o cür güclənir. Dördüncü bölüm düzgün tərifləmə strategiyaları. Müəllimin, xüsusən də bir metodistin əlindəki ən təhlükəli, eyni zamanda ən güclü silah tərifi necə verməsidir. Çoxumuz bu səhvi edirik. Uşağa sən çox ağıllısan, sən dahisən deyirik. Amma bunu etməyin. Niyə? Çünki gələn dəfə çətin bir iş verəndə uşaq qorxacaq ki, birdən bacarmaram və müəllimim mənim artıq ağıllı olmadığımı düşünər. Bunun əvəzinə nə edirik? Uşağın zəhmətini, istifadə etdiyi yollara tərifləyirik və uğursuzluqla qarşılaşanda hələ sözü ilə situasiyaya tam yeni bir çərçivə veririk. İnanmırsınız? Bu heyrətamiz təcrübə nəticələrinə baxın. Şagirdləri ağıllarına görə tərifləyəndə sadəcə 33% çətin tapşırığı seçir. Amma əziyyətlərinə görə, yəni çalışqanlıqlarına görə təriflədiyimiz qrupun tam 92%-i daha çətin tapşırığı sınamağa can atır. Aradakı fərq sadəcə nəhəngdir. Çünki onlar bilirlər ki, biz nəticəyə yox, onların göstərdiyi çabaya, cəhdə qiymət veririk. Və o, sehirli kəlmə, hələ. Ruhdan düşmüş bir şagird, müəllim, mən bunu bacarmıram deyəndə, sadəcə cümlənin sonuna hələ əlavə edin. Sən bunu hələ ki bacarmırsan. Bununla biz o dağıdıcı uğursuzluğu dərhal konstruktiv, ümidverici bir öyrənmə prosesinə çeviririk. Bəli, nəhayət gəldik 5-ci bölümə, situasiya testlərinə. İndi gəlin metodist şapkamızı taxaq və öyrəndiklərimizi real, anlaşıqlı, sertifikasiya tipli situasiya suallarına tətbiq edək. Əgər düşünmək istəsəniz, burada qısa fasilə verə bilərsiniz. Birinci situasiya. Şagird tapşırıqları həll edəndə çətinliklə qarşılaşır, dərhal həvəsdən düşür və fənnə marağı azalır. Hər gün gördüyümüz mənzərə, elə deyilmi? Bəs siz, bir müəllim kimi, şagirdin düşüncə tərzini dəyişmək üçün hansı konkret strategiyalardan istifadə etməlisiniz? Gəlin variantları diqqətlə baxaq.
Onları sadəcə intellektinə görə tərifləməliyik, yoxsa öyrənmə stillərini nəzərə almalıyıq? Bəlkə zəkanın dəyişə bilən olduğunu, inkişaf etdiyini öyrətməliyik, ya da öyrənmənin səhvlərdən keçdiyini onlara vurğulamalıyıq. Təbii ki, doğru və ən təsirli metodik yanaşma zəkanın dəyişə bilən olduğunu qeyd etmək və səhvlərin əslində öyrənmə prosesinin bir parçası olduğunu vurğulamaqdır. Beynin inkişaf edə bilən bir əzələ olduğunu başa salmaqla biz o açıq düşüncənin təməlini qoymuş oluruq. İndi isə daha bir situasiya testinə baxaq. Sual belədir. Qapalı və açıq düşüncə tərzlərini müqayisə edən bu sxemdə uğursuzluqla qarşılaşan zaman açıq düşüncə tərzi üçün o sual işarəsinin yerinə nə yazılmalıdır? Sxemi birlikdə incələyək. Qapalı düşüncə xanasında görürük ki, səhv edəndə zəif görünməkdən qorxur. Bəs bu situasiyada açıq düşüncəli uşaq necə davranır? Cavabı deməmişdən qabaq özünüz təxmin etməyə çalışın. Doğru cavab budur. Səhv edən zaman motivasiyalarını itirmirlər. Niyə? Çünki açıq düşüncəyə malik şagird üçün uğursuzluq bir fəlakət deyil. Sadəcə yeni bir informasiya, fərqli bir yol sınamaq üçün siqnaldır. Ruhdan düşmək əvəzinə həlli tapana qədər fərqli strategiyalar axtarırlar. Bugün etdiyimiz bu qısa izahlı dərsi yekunlaşdırarkən zəhmət olmasa hər kəs özünə bu kritik sualı versin. Öz pedaqoji təcrübənizdə, sinif otağınızda, bilmədən şagirdlərinizdə qapalı düşüncəni formalaşdırırsınız, yoxsa şüurlu şəkildə onlardakı inkişaf toxumlarını sulayıb böyüdürsünüz. Unutmayın, hər şey məhz buradan, bizim yanaşmamızdan başlayır. Mən Vüsalə Qacar. Öyrənmə və düşüncə tərzi üzrə hazırladığım bu metodik izahlı dərsə vaxt ayırdığınız üçün sizə təşəkkür edirəm. Ümid edirəm ki, sabah sinfə girəndə şagirdlərinizə o hələ sözünün sehrini hiss etdirəcəksiniz. Təhsildə yeni inkişaf toxumları əkəcəyimiz növbəti təhlillərdə görüşənədək, hələlik!